Salam əziz dəyərli izləyicilər. Bugün sizə Qoç bürcünü təqdim edirəm əzizlərim. Əziz Qoçlar, bu həftə sizin üçün çox oyanışlıq, yəni daxili bir oyanış. Artıq içində düşüncələrin var, hisslərin güclənməsi başlayır səndə. Sanki içində susduqların var. Artıq hissləyirsən ki, həyat sizi bir seçim qarşısına qoyur. Köhnə enerjinlə davam etməyi ya da yeni bir istiqamətə addım atmağı. Bəzi qoçlar özünüzü qərarsız hiss edə bilərsiniz. Bir qərarsızlıq var sizdə elə bir dəyişimin astanasında dayanmışsınız elə bir. Ruhunuz artıq eyni mühitdə, eyni münasibətdə, eyni iş rejimində qalmaq istəmir. Daxilinizdə bir yenilənmə istəyi gücü var. Bəziniz gecələr yuxusuzluğunuz arta biləcək. Keçmişdən gələn insanlar yuxunuza girə bilər bu həftə. Bu təsadüf olmayacaq. Şuur altınız sizə mesaj verə biləcək. Bu həftə hisslərinizə qarşı çalışın, çıxmayın. Məntiqdən çox intuisiyasınızı istəyəcəksiniz elə bir. Yəni intuisiyanız işləyəcək də sizdə elə bir, üzr istəyirəm, istəyəcək. O qədər danışıram ki, artıq biraz əziz qoçlar, bu həftə bəzi məsələləri çözəcəksiniz, amma diqqətli olmalısınız. Bir sizi tələyə salmaq istəyən var. Dost bildiyim bir düşmən üzə çıxa bilər əzizim. Bax, gəlir axırı olacaq. Yəni gəlirin, sizə gələn gəlirin yolları açılır elə bir, yaxınlaşır sizə. Bax, hər insan üçün yaxşılıqdan ötürü qaçırsınız. Övladı olmayan bir hamiləlik inşallah ki, bu il üzü sevinəcək əzizim. Ailə üçün çox hərəkətdə olacaqsınız, çalışqansınız, zəhmətkeşsiniz, bəhrəsini görəcəksiniz. Bax, sən hərəkətdəsən, sən əmək qazanırsan, amma qazancılı da yiyənlər var elə bir. Sevgi arxasınca gedənlər də var. Bir qadının nəzəri, övladının varsa, övladlar var, özünə və ya şəxsi bir həyatına nəzəri deymiş. Keçmişi unutmaq istəyirsən, biraz romantikləşirsən bəziləriniz. Üzləşmək ola bilər, qopuqluq, ayrılıqlar yaşana bilər bəziləriniz üçün. Gözlədiyiniz bir yerdən maddiyyat gələ bilər. Çalışın ki, sözlərinizlə pis şeyləri düşünüb kodlaşdırmayın beyninizdə. Yəni, tez-tez deyin ki, pul mənə gələcək, qazancım artacaq, mən qazananam, mən işləyənəm, çalışqanam. Çünki, bax, üzərinizdə bəzilərinizin bağlılığı var. Bəzən də sevgidə şansın tam gətirmir əzizim. Sağlığına əlaqəli, bax, gecəni gündüzünə qatırsınız, bəziniz kompüter qarşısında işlərinizi görürsünüz, telefonla çox danışırsınız, yəni sağlığınıza ziyan vurursunuz bəziləriniz. Bir qadın sizə zərər verə bilər, bəlkə də irəliyə gələrək, yəni qarşınıza gələrək enerjinizi azalda bilər. 21-dən etibarən, yəni bu retro bitərək, günəşin Qoça keçməsi ilə birlikdə enerjiniz daha da canlanacaq əzizim, öz canlılığını göstərəcək. Bəzi insanlara məsafə qoya biləcəksən. Bəzi insanlar da həyatından öz başına çıxa bilər. Özünə dəyər verməyə başlayacaqsan. Bir şeylərin qutardığını istəyəcəksən, güclənəcəksən, mənəviyyətin kəskin olacaq, dəstəyin ola biləcək. Pərdə arxasında gedən işlərə biraz diqqətli ol. 19-unda gizli bəzi gerçəklər və ya 19-undan sonra da bəzi gizli gerçəkləri öyrənə bilərsən. Sağlığında, bax, ayaq ağrılarına allergiya olanlar, xroniki xəstəliyi olanlar biraz diqqətli olun. Bəzi məsələləri çözəcəksən. Biraz mənəviyyətdə zəiflik ola bilər. Yaxınlarının problemlərini çözülməsini düşünürsən. Maddiyyatla, dəstəyinlə əlaqəli diqqətli ol. Bəzən insanlara o qədər yaxşılıq verirsən ki, əllə verib ayaqla axtarırsan sonra. Bu dönəmdə biraz çalış, borc verib, borc alma ginən əzizim. Sən verdikləri dönməyə bilər. Qaçaqovda olaraq tələsik qərarlar da vermə ginən. Dərin problemlərlə eqolu olaraq tez qərar vermə ginən, biraz düşün ginən. Evlilik qərarı vermək istərkən
Qarşı tərəf biraz geri çəkilə bilər əzizim. Kəskin planlar etmə, dəqiq qərarlar hələ vermə. Yenə deyirəm, axşa burax. Səbirsiz ola bilərsən bu aralar. Tez qərar verib sonra peşman da ola bilərsən. Tədbirli ol. Təzyiqi olan qoşular. Sinirinizə diqqət edin. Təzyiqiniz anidən qalxa bilər. Mədə ağrıları ola bilər. Alın tərindən bax qazanc əldə edirsən, amma yanlış insanlara yaxınlaşma ola bilər və ya o insanlar, yanlış insanlar sənə tərəf yaxın gələ bilərlər. Bəzən həssas olduğundan bu həftə yəni fikirləşmədən sərtliklə cavab verə bilərsən. Biraz ona da diqqət et. Bu ay biraz sakit ol, detokslu yeməklərlə önəm verməlisən, biraz diqqət etməlisən. Bəziləriniz kilosuyla məşğul ola biləcək. Həftənin ortasında qəfil xəbər gələ bilər, mesaj ala bilərsən. Bu xəbər sizin planınızı dəyişə bilər, amma qorxmayın. Bu dəyişiklik sizin xeyrinizə ola biləcək. Bax, sevgi həyatında bu həftə deyərdim ki, sakit görünən, amma içərisində fırtınalı bir enerji var. Bax, ona görə diqqətli olun. Əgər münasibətiniz varsa, sevginiz varsa, həyatınız, yoldaşınız varsa, içinizdə çünki yığılan sözlər qalmış. Artıq onu demək vaxtıdır. Uzun müddətdir susmusunuz. Bəzi mövzular gündəminizə gələ bilər. Partnyorunuzun davranışı sizi düşündürəcək. Yəni ondan sonra deyəcəksən, doğrudanmı mən xoşbaxtam? Beynində dolaşacaq bu suallar. Özünü aldatmaq mümkün olmayacaq. Sən özünü aldada bilməyəcəksən. Hiss etdiyiniz nədirsə, o da bax üzə çıxacaq. Bəziləriniz ailənizdən xoşbaxt deyilsiniz, amma məcburiyyət altında bu həyatı sürürsünüz əzizim. Subaysansa əziz qoç, keçmişdən bir sənin tanışlığı yenidən həyatıma qayıda bilər. Yenisi də həyatıma girə biləcək. Amma unutmayın. Keçmiş qayıdırsa ya tamamlanmaq üçün gəlir, ya da dərs vermək üçün gəlir. Həftənin sonuna doğru romantik bir tanışlıq ehtimalı var. Amma bu insan ilk baxışda sakit, sirli görünə bilər sizə. Amma onun enerjisi sizi cəlb edəcək, çəkəcək. Ona görə araşdırmamış hər kəsi həyatına salma. Martın sonuna çox güclü bir şəkildə xeyrinizə xidmət etməyə başlayacaq bəzi məsələlər. Baharı çox gözəl qarşılayacaqsan. Aprelə tam başqa radikal bir dəyişimlə ola biləcək. Bu ay, mart ayı duyğusal yenilənməyə hərəkət edəcəksən. Özünə güvən. Çox qərarlı olacaqsan. Biriləri səni əngəlləyib, əngəli qaldırmır. Ona əsəbləşə bilərsən. Canını çox incitdi. Halal etmədiklərin var. Allaha həvalə etdiklərin var. Sizi çətinliyə salan bir kişi üzərinizə yüklənib. Uzaq olmağı düşünəcəksən o insandan. Bütün yolların açılmağa doğru gedir. 20 günə sakitlik gələcək. Maddi, mənəvi sizin qismətiniz qarşınıza da, hətta talibiniz çıxır. Saçları yanadır ya yuxarıya kimi, bax saçlıdır. Sən xoşbaxt hiss edirsən onsuz özünü. Deyirsən, yıxılmadım. Yıxa bilmədilər, ayaq üstə durdum. Yıxılmayacaqsan da. 3 nəfər bir araya gələcəksiniz. Ailə toplantısı da ola bilər. 2 nəfər arasında bir sir ortaya çıxacaq. 2 diləyin ola biləcək. Birilərinə qapını bağlayacaqsan, ürəyi bağlayacaqsan, qırğınsan, küskünsən, çarəsizsən. Gənc biriləri, övladın da ola bilər bu gənc və ya yaxının da ola bilər. Sizi üzür, çox əsəbləşəcəksiniz, sinirlənəcəksiniz, amma yavaş-yavaş özü ələ alıb toparlanacaqsan. Bir restorana gedəcəksən, kafe mi, restoranda mı birilərlə qarşılaşa biləcəksən, uzun, çoxdan görmədiyin bir insanı. Həyatda çox gözəl sevgi yaşaya bilmədin. Ailə içində bəzi danışılmayan məsələlər danışılacaq. Ailədə söz sahibi olan bir insanla fikir ayrılığı yaşanacaq səndə. Adətən açıq danışmağı sevirsən. Amma sözləriniz bu həftə çox kəskin ola biləcək. Biraz diqqətli ol. Həqiqəti demək vacibdir. Amma üslub da önəmlidir əzizim. Evlə bağlı dəyişik planı qura bilərsən. Köçmək, evdə yenilik etmək, təmir işləri etmək fikrindəsən. Qohumlardan biri sizə bir sir aça bilər. Amma bu sirri sən dinlədikcə səni çox təəccübləndirə bilər. İş həyatında da biraz sıxılıb, sıxıntılar arta bilər. Sizdən də çox məsuliyyət gözlənə bilər. Amma bu təsadüfi deyil, sizi sınayırlar. Bu həftə rəhbərlik də üzərinizdə olan bir insan da sizi diqqətlə izləyəcək. Davranışlarınızı, reaksiyalarınızı qiymətləndirəcək. Maddi baxımından gözlənilməz xərclərin çıxacaq.
Ola bilər ailəylə bağlı, evlə bağlı, övladla bağlı. Amma əlavə gəlirin qapısı da açılır siz üçün əzizim. İşini öz işini qurmaq istəyirsən. Çünki yoruldun. Artıq heç kim üçün işləmək yox, özün üçün işləmək istəyirsən. İdeya həftəsidir. Daha bir plan beyninizə formalaşa bilər əzizim. Bu həftə kimlərin həqiqətən doğrudan da sizə qarşı təmiz ürəyi, təmiz niyyəti varsa onları hamısını görəcəksən. Bəlkə də görmək istədiyin bir həqiqəti ortaya çıxaracaqsan, çıxacaq öz başına. Sosial çevrəndə qeybətlər, dedikodular, yanlış anlaşmalar da olacaq. Bunlara fikir vermə. Sözləriniz başqasına fərqli, sizin sözünüz, məsələn, kiməsə nəsə deyəcəksən, sizin sözlərinizi başqasına fərqli çatdıra biləcəklər. Sakit qalmaq, doğru seçim etmək sizin xeyrinizədir. Yeni bir mühitə daxil ola bilərsən, yeni tanışlıqlar, fərqli perspektiv verəcək sənə əzizim bu həyatında. Həftənin deyərdim ki, bu həftə qorxduğun istiqamət əslində sənin böyümə nöqtəndir. Qaçdığın məsələ varsa, o məsələlə üzləşməlisən. Üzləşmək sənin xeyrinədir. Zaman daralır. Elə bir zaman sənin üçün qaçır. Həyat sizi hərəkətə məcbur edəcək əzizim. Meditasiya edin. Öz enerjinizə çalışın ki, bu həftə əziz qoçlar təmizləyin. Elə bir 15-də içinizdə qəribə bir rahatlıq hiss edə bilərsən. Sanki bir şeyi qəbul edirsiniz. Bir həqiqətlə barışırsınız. Bəzi qoçlarsa bu həftə bir münasibətin bitməsi ya yeni bir başlanğıc da ola bilər. Bəziləri isə dəyişiklik qərarı verəcəklər. Bəziləri isə sadəcə daxili dönüş nöqtəsi ola biləcək. Əzizim, bu ümumi bir baxışdır. Ona görə mən, bax, bəziniz belə çıxır, bəziniz belə çıxır. Amma mən ona deyərdim ki, qoçlar, bu həftədən sonra əvvəlki siz olmayacaqsınız. Artıq həyatdan dərs aldınız. Artıq gücünüz gücləndi. Artıq çox şeyləri, həqiqətləri gördünüz. İnsanların iç yüzünü gördünüz. Hətta iş yoldaşlarının da sənə qarşı necə olduğunu gördün. Amma sən səbirlisən hələ. Düzdür, səbirsizsən necə deyərlər. Coşanda birdən coşa bilirsən. Amma hələ ki sən səbrini toparlayırsan. İnşallah əziz qoçlar, siz üçün gözəl yollar açılacaq. Səbrinizin də mükafatını alacaqsınız. Bax, ev heyvanını sevənlər, ev heyvanı almaq üçün bəlkə də heyvanınızı artırmaq istəyəcəksiniz və ya heyvanınızı yoxlatmağa, müalicəyə mi aparacaqsınız və ya yeni bir övladınıza, nəvənizə, özünüzə bir heyvan alacaqsınız. Amma qurbanlığınız var əzizim. Oruç tutanların da bütün orucları qəbul olsun əzizim. Hamınızın oruclarınız qəbul olsun, üzr istəyirəm əzizim hamınızın. Bax, burada A hərfi, O hərfi, N hərfi. Biraz ürəyiniz mi qırılıb, ürəyinizlə əlaqəli mi problemlər var və ya birilərinlə mi üzləşmək istəyirsiniz? İnşallah nə diləyirsinizsə o da olacaq. Amma inanın ki, sizə ruzu bərəkət yavaş-yavaş gələcək. Düzdür, çox yüklənmirsən, yükü daşıyırsan, o yükdən də çıxacaqsan, yorulmusan. Sən çox vaxt heç kimi nə qırmaq istəmirsən, nə qırılmaq istəmirsən. Amma o yerə çatdırarlar ki, əsəbi koraya bilərlər. Övladların varsa da evdə onların maddiyyatla ya bəzi münasibətlə yola getməməyi səni incidir, amma incitməsin. Bunlar hamısı keçicidir əzizim. Diqqətinizə görə var olun, sağ olun.